Ziya Məmmədov. Ziya Məmmədov uzun müddət idi görünmürdü. Açıqlama vermişdilər ki, Ucarda evi var, eşiyi var, bağı var, bağçası var. Yəni elə belə ev eşiyi yox idi. Bizim evlərimizdən yox, 2 otaq balaca həyət ev falan. Yox, belə bir şəhərin yarısı qədər gözəl, təmtəraqlı bir evi, bağı, bağçası var. Yəni orada yaşayırdı. Təbii ki, kimə harda xoşdur orada yaşasın. Uzun vaxt idi ondan xəbər yox idi. Elə ağsaqqallığını saxlayıb Ziya müəllim. Ağ saçlar, belə dolu sifət, mənalı baxışlar. Ziya Məmmədovun tərifləməyə başladım, niyə bilmirəm. Gülüstan Şadlıq Sarayında toy olub. Toyda Ziya Məmmədov da iştirak edib. Qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib. Bəli, toya gəlib bizim Ziya Məmmədov. Təbii ki, mən də manjet.az-a istinad edirəm. O da Qafqaz Info-da xəbər verib. Toyda Sabir Nazir də iştirak edərək təbriklərini çatdırıb. İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan, yəni yaşayan, biraz məskunlaşan pis alınır. Yəni yaşayan Ziya Məmmədov çıxışında vəzifə pillələrində keçdiyi yoldan bəhs edib. Ziya müəllim, ümumiyyətlə bax bəzi adamlar var, onlara söz verəndə mikrofonu əlinə belə də götürür. Bir 55 dəqiqə, 1 saat danışır öz həyat təcrübəsindən, keçdiyi yoldan. Ziya müəllim də biraz açıqlama zad verib. Məncə toyda bunu danışmaq əsas deyil, əsas kimə görə ora dəvət olunmusansa onu təbrik etmək olar. Elyarın atası, toyu keçirən Elyarın atası Namiq Məmmədov, Nəriman Məmmədovun oğlu 2020-ci ilədək Bakı ilədək baş prokurorun böyük köməkçisi olub. O həmin il prokurorluqda başqa vəzifəyə keçirib. Daha sonra isə işdən çıxıb hazırda özəl şirkətlərinin birində rəhbərlik edir. Yəni Ziya Məmmədov görünüb Gülüstan Şadlıq Sarayında qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toyunda çıxış edib.